Salam hörmətli yoldaşlar. Bir çox sətan mütəxəssislərinin müraciətlərini nəzərə alaraq bu dəfəki bölümümüzü, yəni müsahibə hazırlıq təliminin 7-ci bölümünü düşən obyektlərə həsr etmişik. Bu bölümdə siz nələri öyrənəcəksiniz? Düşən obyektlərin növlərini, düşən obyektlərə dair qabaqlayıcı tədbirlərin görülmə qaydasını, eyni zamanda düşən obyektlərə dair tanınmış ölkələrin statistikalarını və bir sözlə müsahibələrdə sətan mütəxəssisləri və ya müsahibəçilər tərəfindən verilmiş suallara düzgün şəkildə cavab verməyi öyrənəcəksiniz. Əgər siz də düşən obyektlər barədə geniş şəkildə informasiyalar əldə etmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. Qarşıdakı günlərdə bu bölümü sizə tam təqdim edəcək. Lakin qısa olaraq sizə kiçik bir video təqdim edirik və informasiyanız olsun deyə bunu sizə təqdim edirik. Tam olaraq sizə qarşıdakı günlərdə bölümü təqdim edəcək. Qarşıdakı günlərdə görüşənə qədər sağ olun.